Salam aleyküm, axşamınız xeyir. Son zamanlar bu sosial şəbəkələrdə gedən bu söz-söhbətlər, bu qaçqın, məcburi, köçkün söz-söhbətlərinə görə mən də bir Ağdamlı kimi öz fikrimi xalqımıza bir şeirimlə çatdırmaq istəyirəm. Qulaq asın, haqqana haqq deyənlər, dünyadan bixəbər özün öyənlər, yalana, böhtana boyun əyənlər, deyin, qapınıza daş atmışıqmı? Zülümlə, zəhmətlə yaşayan da biz, Qarabağ həsrətin daşıyan da biz, deməyin yaranı qaşıyan da biz, deyin, qapınıza daş atmışıqmı? Bir-iki nadanın uyub sözünə, namərd təsmərdlərin durma üzünə, yalan yalancının girsin gözünə, desin qapısına daş atmışıqmı? Qurmuşuq ev-eşik zəhmətimizlə, sayılıb seçillik hörmətimizlə, üz-üzə gəlməyin nifrətimizlə, deyin, qapınıza daş atmışıqmı? Ağdamın 6000 şəhidin danan, özün el obada ağsaqqal sanan, saqqalı mərdliyi, vicdanı yanan, denən qapınıza daş atmışıqmı? Bəsdir bu milləti böldünüz ikiyə, yalan riyakarlıq gəlmir çəkiyə, ay möhtac qalasız quru tikiyə, deyin qapınıza daş atmışıqmı? Ağdamın sulanıb şəhid qanıyla, hər evdən bir qurban gedib canıyla, şər böhtan atanlar öz vicdanıyla, desin qapısına daş atmışıqmı? Sən qanı ləkəli, nadürüst bəndə, birazca araburu olsun üzündə, qeyrətlə, namusla düşünüb sən də, denən qapınıza daş atmışıqmı? Ey bədbəxt ölü tək yaşayan diri, Qarabağ hamının yaralı yeri, bəsdir danışırsan irəli, geri, denən qapınıza daş atmışıqmı? Habiləm, Ağdamım qürur mənbəyim, quru havasıdır daim gərəyim, deyin ay sizlərə qurban ürəyim, deyin qapınıza daş atmışıqmı?